Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğuna görə burada A, B, C üçbucağına baxırıq. 180-dən bu iki bucağın cəmini çıxsaq, buradakı bucaq qalır. Bu bucaq olur 60 dərəcə. 60, 20, alfa bucağı da olur. 60 üstünə 20 gəldik, 80, 180-dən də çıxırıq. 80-i alfa bucağı olur 100 dərəcə. Alfa 100 dərəcə olur. İkinci sualda üçbucağın xarici bucaqları verilib. Üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcə olduğuna görə bu üçbucağın xarici bucaqlarını toplayırıq. 3x minus 20 plus x plus 5 plus x bərabərdir 360 dərəcə. Buradan toplayırıq. Olur 5x minus 15 dərəcə. 5 x minus 15 dərəcə bərabərdir 260 dərəcə. 5x bərabərdir 375 dərəcə. X da bərabər 75 bölük 5'ə olur 75 dərəcə. Geçək üçüncü suala. Üçüncü sualda üçbucağın bir xarici bucağı və ona qonşu olmayan iki daxili bucaq verilib. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bunları yazaq, toplayaq. X minus 20 dərəcə plus 2x minus 15 dərəcə bərabərdir x plus 45 dərəcə. Burada 3x bir tərəfə keçir, 2x qalır. Yəni bu x-lər gedib belə. 2x x bərabərdir 45-dən də 5 çıxanda 40. X bərabərdir 20 dərəcə. Dördüncü sual. Bu bumeranq üçbucaqdır. Bumeranq üçbucaqda bu daxildəki üç bucağın cəmi alfa bucağını verir. 30. Cavab 140 olur. 70 üstəlik 30 üstəlik 40 olur 140. Bumeranq üçbucaqdır. Artıq burada 3'ü verilməyibdir. Daxildə ikisi verilib. Onda daxildəkiləri toplayıb 150-dən çıxmaq olar. 150-dən 40 çıxırıq 110. 110-dan da 65'in çıxanda 45 qalır. İki üçbucaq görürük. Üçbucağın CYD üçbucağına baxırıq. CYD üçbucağında iki bucaq verilib və biz buradan xarici bucağı tapa bilərik. ABC üçbucağının C təpəsindəki bucaq CDY üçbucağının xarici bucağıdır. Ona görə bura bu ikisinin cəminə bərabərdir. C bucağı olur 70 dərəcə. 70 dərəcə. 70 dərəcədirsə, yenə üçbucağın daxili bucaqlarının cəminə baxırıq. 60, 70, 130 edir. 180-dən də 130'unu çıxırıq, qalır 50 dərəcə. Bu üçbucaqda əgər bir üçbucağın tən bölənlərinin əmələ gətirdiyi, iki tən bölən əmələ gətirdiyi bucağı tapmaq istəyiriksə, onda daxildəki bucaqlarının tən bölənləri bu düsturda tapılır. Alfa bərabərdir 90 dərəcə üstə gələk x bölək 2, yəni x də budur. Təpədəki bucaq 60 bölək 2. Bu da bərabərdir 90 üstə gələk 30.
120 dərəcə. İndi bayaqkindən fərqli olaraq üçbucağın xarici bucaqlarının tənböləni verilib. Xarici bucaqların tənböləni digər düsturdan fərqli olaraq 90 dərəcədən çıxırıq. İndi yazırıq. Alfa bərabərdir. Xarici bucaqlarının tənbölənləri arasındakı bucaq alfadır. Alfa bərabərdir 90 dərəcə çıxaq 80 bölək 2. 80 bölək 2. O da elədir. 90 çıxartdıq. Yəni 50 dərəcə. Sual 9. Sual 9-da belə bir qayda var. Əgər üçbucağın bir daxili, bir də xarici bucağının tən bölənlərin kəsişməsində alınan bucağı axtarırıqsa, bir daxili, bir xarici tən böləninin əmələ gətirdiyi bucaq üçbucağın daxili bucağının yarısına bərabərdir. Yəni alfa bərabərdir 60 bölək 2, o da 60 bölək 2 30 dərəcə. 30 dərəcə. Bu üçbucaqda müqayisə etmək istəyir tərəflərini. Biz bilirik ki, üçbucaqda böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq durur. İki bucağı verib üçüncünü tapmalıyıq. Bunun üçün yenə üçbucağın daxili bucaqlarının cəmi düsturundan istifadə edirik. 180-dən bu iki bucağın cəmini çıxırıq. 180-dən çıxırıq 110-u və qalır bu bucaq 70. 70 dərəcə. İndi böyük tərəf qarşısında böyük bucaq durur. Kiçikdən başlayaq. Ən kiçik bucaq 42 dərəcədir və onun qarşısındakı A bucağıdır. A tərəfidir. A bucağın qarşısındakı tərəf A tərəfdir. Sonra ondan böyük B bucağıdır. 68 dərəcənin qarşısında götürəcək. Yəni A kiçikdir. B kiçikdir. C ən böyük bucaq qarşısında ən böyük tərəfdir. 11-ci sual. 11-ci sualda yenə üçbucaq bərabərsizliyidir. Sadə üçbucaq bərabərsizliyidir bildiyimiz. Yəni üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqinin modundan isə böyükdür. Bu düsturla həll edirik. Burada iki tərəf 10 və 4, x kiçikdir 14 və böyükdür. Ondan 4 çıxanda 6-dan. X 6-dan böyük, 14-dən kiçikdir. Sual 12. Üçbucaq bərabərsizliyi. Bərabərsizliyinə görə üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçikdir. Fərqinin modundan isə böyükdür. Onda belə yazırıq. 2 x minus 4 kiçikdir 12-dən. Kiçikdir 12, böyükdür 2. Hər tərəfə 4 əlavə edirik. 2x kiçikdir 16, böyükdür 6. Burada x kiçikdir. Hər tərəfi 2-yə bölə bilərik. 8-dən böyükdür 3-dən.
13-cü sual. Əgər alfa kiçik 90-dırsa, alfanın qarşısındakı tərəf bərabərdir. Yəni x bərabər yox, kiçikdir. Kök altında digər tərəflərin kvadratları cəmindən, yəni 12-nin kvadratı, 16-nın kvadratı və böyükdür modulda bunların fərqindən 16 çıxaq 10 onda x kiçikdir. Burada 400 eləyir 16-nın kvadratı. 256 yazmalıydım bura. Hmm. 256'dan 20 çıxır. Burada da moduldan 4 çıxır. Deməli, x 20-dən kiçik, 4-dən böyükdür. Burada Pifaqor teoremidir. Düzbucaqlı, üçbucaqlı hipotenuzun kvadratları cəminə bərabərdir. Yəni x bərabərdir 2-nin kvadratı üstə gələk 3-ün kvadratı o da bərabərdir 13 x da bərabər kök altda 13. Pifaqor teoreminə görə hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Burada x bərabərdir kök altda 13. Burada A, B, C düzbucaqlı üçbucağında Pifaqor ədədləridir. 6, 8, 10. Burada da 8 alınır. 8, 8. Deməli, bu bərabər yan düzbucaqlı üçbucaqdır. Bərabər yan düzbucaqlı üçbucaqda hipotenuz katetlərdən kök altda 2 dəfə böyükdür. Yəni 8 kök altda 2. 16-cı tapşırıqda hipotenuzun kvadratı katetlərin hündürlüyün kvadratı katetlərin hipotenuz üzərindəki proyeksiyasının hasilinə bərabərdir. Hündürlük bərabərdir kök altda 4 vur 9 buna çıxır 6. 36 yer, oradan da 6 çıxır. Bu üçbucaq 30, 60, 90 dərəcəli üçbucaqdır. Bu üçbucaqda bilirik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, y bərabərdir 12-dir. 60 dərəcəli bucaq qarşısındakı katet 30 dərəcəli bucaq qarşısındakı katetdən kök altda 3 dəfə böyükdür. 6 kök altda 3. 6 kök altda 3. Burada 6-dır, 30 dərəcədir və 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. 3-dür, 3, 4, x də 5-dir, Pifaqor ədədləri. Ya da 3-ün kvadratı 9, üstə gələk 4-ün kvadratı 16. 5 eləyir, kök altda 25-dən də 5 çıxır. Burada bərabər yanlı düzbucaqlı üçbucaqdır. Ona görə də bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetdən kök altda 2 dəfə böyükdür. 6 kök altda 2 olur. 20-ci sualda 45, burada 45'dir. Eyni sualdır. Burada əgər hipotenuz 8-dirsə, katet həmin hipotenuzdan kök altda 2 dəfə kiçik olacaq. Onda 8 bölək kök altda 2 yazırıq. Bərabərdir. 8 qoşmasına vururuq. Kök altda 2 vuraq, kök altda 2.
kök altda 2. Bura kök altda 2. Kök vururuq 8. Kök altda 2 eləyir. 8 kök altda 2 bölək 2. Bu 2 ilə bu 8 gedir 4 qalır. Bərabər 4 kök altda 2. Burada yenə bərabər yəni düz bucaqlı üç bucaqdır. Katet betonumuzdan kök altda 2 dəfə kiçikdir. Ona görə burası 8'dir. 6, 8 Pifaqor ədədləridir. 10. 8, 10. Bu üç bucaqda əgər düzbucaqlı üç bucağın bucaqları 15, 75, 90 olarsa, onda düz bucaq təpəsindən betonunuza endirilən hündürlük betonunuzun yarısından 4 dəfə kiçikdir. Onda burada olur 32. Yox, 4 dəfə kiçikdir. Betonunuzdan 4 dəfə kiçikdir. Betonunuzdan 4 dəfə kiçikdir. Hündürlük betonunuzdan 4 dəfə kiçikdir. 23-cü sual. 30, 120. Onda deməli burada 30'dur. Buradan bir hündürlük endirə bilərəm. Hündürlük endirdim. Bərabər yanlı üçbucaqdır. Amma buradan bir hündürlük deyək ki, endirdik. Hündürlük endirdiksə, bura 30, bura 90, bura qalır 60. 60'dır. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə, bura 6 kök altda 3'dürsə, yox, bərabər düzbucaqlı üçbucaq deyil. Bərabər yanlı üçbucaq olduğuna görə, burada x-dir. Bura 30, 60, 90'dan baxırıq. Bərabər yanlı üçbucaqda hündürlük həm tən bölən, həm mediandır. Ona görə burada 3, yox 2 kök altda 3. Hədə 3'ə bölük 3 kök altda 3. 3'ə bölük 3 kök altda 3 olur. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet betonunuzun yarısına bərabərdir. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kök altda 3 dəfə böyük olduğuna görə, onda bura olacaq 3 kök altda 3 bölək kök altda 3, bura olur 3. 3 burada olur 6. Betonunuz da sizcə bucaq qarşısındakı katetdən 2 dəfə böyükdür. Olur 6. X bərabər yanlı olduğuna görə x də 6'ya bərabərdir. 24. 24-cü sualda biz görürük ki, bərabər yanlı üçbucaqdır. A, bir hündürlük endirə bilərik. Bir iki bərabər yanlı üçbucaqda hündürlük həm tən bölən, həm də mediandır. Ona görə bunlar bərabərdir. Bura olur nə? Onun yarısı 5. 5, 13. Bu kateti tapırıq. 169'dan çıxırıq 25'ini. 144. Burada qalır 12. 12'dir və 5'i buradadır. 5'i də buradadır. Burada A, F, C üçbucağı, düzbucaqlı üçbucağı alınır və burada F, C tərəfi 16, 12 və bu da Pifaqor ədədləridir. 16, 256 eləyir. 256 də gələk 256 də gələk
12 ile 144 kvadratı 144. Bu da beraberdir 400. Həqiqətən də 5, 12, 16, 5, 12, 12, 16, 20. X bərabərdir 20. Yəni x bərabərdir kök altda 20. Bunu hardan aldım? 400. Sıfırın birini yazmamışıq. Kök altda 400. Oradan da çıxır. Kök altdan 20. Cavab 20. Belə bir qayda var ki, əgər tərəflərə perpendikulyar endirilibsə, təpədən çəkilən hündürlük həmin perpendikulyarların cəminə bərabərdir. Yəni bir tərəfin uzasın, digər tərəflərə çəkilən hündürlük. İndi bu üçbucaqda o qaydanı tətbiq edə bilərik. Bizdən nəyi soruşur? A, C tərəfini soruşduğuna görə buradan çəkək biz. Bunlar buradan çəkiblər bizə, amma buradan lazımdır. Bir dənə hündürlük çəkirik və bu hündürlükdürsə və bunların cəminə bərabər olduğuna görə çəkilən perpendikulyarların cəminə bərabərdirsə, ona görə 4, 6 bu edəcək 10. 10 olur. 10'dur. 30 derece olacak karşında katit. Hipotenuzun yarısına beraber de AC hipotenuz olduğuna göre AC de 20 olur. 26. Təm bölən xassəsidir. Təm böləndə bildik ki, bu 8'in 4'ə nisbəti x-in 3'ə nisbətinə bərabərdir, ya da x-in 3'ə nisbəti 8'in x-ə nisbətinə bərabərdir. Onda x-i tapmaq üçün yazarıq. 8'in 4'ə nisbəti bərabərdir x-in 3'ə nisbəti. 3'ə nisbəti. 3'ə bax. Neyse. 8'i 4'ə böləndə 2, 6'ını da 3'ə böləndə 2. Deməli, x bərabərdir 6. Bu tənasübdə x bərabərdir 6. Ya da tənasüblər xassəsindən yazarıq. 4x bərabərdir 8 vuraq 3. X da bərabərdir 6 yazmışıq. 27-ci sual. 27-ci sualda yenə təm böləndir və 3K-nın K-ya nisbəti 15'in X-a nisbətinə bərabərdir. 3K-nın K-ya nisbəti 15'in X-a nisbəti qalar 7. 15 bölü x 3'tür. X de beraber 5 olacaq. X de beraber 5. Bu üçbucaqda yenə təm bölən xassəsini istifadə etməliyik. Bu hissə x-dirsə, bu hissə 22 çıxaq x olur. 22 çıxaq x. 22 çıxaq x olur və artıq tənasüb düzəldə bilərik. On 8 bölək 15 bərabərdir. 18 bölək 15 bərabərdir. 22 çıxaq x. 22 çıxaq x bölək x. 18 bölək 5, 15 bunlar ixtisar gedir. 3'ə gedir 6. 3'ə gedir 5. 5.
Altta 5. 6x bərabərdir. 6x bərabərdir. 22 5'e 110 22 5'e 110 çıxaq 5x çıxaq 5x ondan 11x bərabərdir 110 x bərabərdir 10. 29-cu sual. Burada 6, 3 x'ı tapa bilərik. Deməli, təm böləndə 6-nın 3-ə nisbəti, deyək, y-in 4-ə nisbəti. Tərcümə xassəsindən yazırıq. 6 bölək 3 bərabərdir y bölək 4. Burada y bərabərdir 8. 8 tapdıq. İndi x-i tapmalıyıq. 8, 4. X-i soruşur. Ona görə buradan düsturla tapırıq. L bərabərdir AB. L bərabərdir kök altda AB. Yəni onu 8 tapmışdıq. 8 vuraq 6. 8 vuraq 6. Çıxaq 3 vuraq 4. Yəni ki 12. O da edir kök altında 48. Çıxaq 12. Da edir kök altında 36. Oradan da çıxır 6. 30-cu sual. Bu üçbucaq median xassəsidir. Median. Çünki G ağırlıq mərkəzidir. G ağırlıq mərkəzidirsə, təpədən başlayaraq 2-nin 1 nisbətində bölünür. Yəni ki, təpədən ağırlıq mərkəzinə qədər olan məsafə ağırlıq mərkəzindən tərəfə qədər olan məsafədən 2 dəfə böyükdür. X-i 8 tapıram. X oldu 8. Üstə gələk. X 8 oldu. Üstə gələk. Y 2 dəfə 10-dan kiçikdir. Olacaq 5.
y5 üstə gələk x8 y5. İndi z lazımdır bizə. Median olduğuna görə z də elə 5'dir. Median tərəfi yarıya bölünə görə z də 5'dir. Cavab da 18 olur. Bu da median xəssəsidir. Median olduğunu oradan görür ki, BF tərəfi EFA tərəfinə, AY tərəfi YS tərəfinə bərabərdir. Yəni AY YS-yə bərabərdir. Burada Y6 olacaq. Y6 olur. X 10 olur. 10 üstə gələk 6. Üstə gələk Z 10 olur. Cavab da 26. 26. Bu da median xəssəsidir. Əgər medianlar kəsişirsə, üçüncünü də çəkə bilərik. Üçüncünü də biz çəkək. Üçüncünü də çəkdik. Deyək ki, üçüncü medianı çəkəndə burada alınan bütün üçbucaqların sahələri bir-birinə bərabərdir. Hamısı 10 olur. Nəysə biri 10'dursa hamısı 10'dur. Burada 6 dənə üçbucaq var. Bu da oldu 60. 6 vurun 60. Geçən sualda 34-cü. 34. 34-cüdə də bu düsturdan istifadə edirik. Yəni 6'nın kvadratı vuraq 2, üstə gələk 4'ün kvadratı vuraq 3 bölək 3 üstə gələk 2 çıxaq 3 vuraq 2. 3 vuraq 2. Üstdən istifadə edirik. Burada yenə eyni düsturdur. 3'ün kvadratı vuraq 2, 6'nın kvadratı vuraq 4 bölək 4 üstə gələk 2 çıxaq 4 vuraq 2.